Bu məsələdə bu məhrəmi ya məsələsində bu Hüseyn radiyallahu anh bəs bir xətası var idi o getməkdə. Bəlkə biz xəta etmək doğru deyil, amma belə səslərdə yazılır. Belə ümumən Hüseyn radiyallahu anhunun Küfə cəmaatına inanmaq belə əslində xəta idi. Xəta nə idi? Xəta o idi ki, Küfə cəmaatına güvənməyi ən böyük xəta idi. Və belə olacağını da biz demirik. Çünki öz zamanında deyiblər. Kimə? İmam Hüseynin özünə, radiyallahu anh. Hüseyn ibn Əliyə öz dostları, kimlərdir dostları? Ömərin oğlu Abdullah ibn Ömər, Zübeyrin oğlu Abdullah ibn Zübeyir, Abu Bakrın oğlu Muhammed. Fikir ver, gör kimlərdir dostlar? Bu özü dəlildir ki, ataları arasında o problem olmayıb. Hətta tutaq ki, Zübeyrlə Əli arasında ixtilaf olsa, onlarda olan ixtilaf nə idi? Başda olan ixtilaf idi. Nuri alimlər dedi ki, bir ixtilaf ki, başda qalırsa problemi yaratmır. O zaman ki, düşür qəlbə, onda problem yaradır. Yəni, qəlblər ixtilafda olmasın. Görürsən ki, məsələn, 2 nəfərdir, 3 nəfərdir, 10 nəfərdir alimlər. Bir məsələnin üstündə az qala qırğın edirlər. Qıraqdan baxan deyir ki, bunlar indi girəcəklər bir-birlərinə. Amma yox, məclis qutarandan sonra bir onların qucaqlaşmasını görəsən, bu nəyin dəllidir? Çünki qəlbləri bir idi. O bayaqları 10 dəqiqə bundan qabaq deyirdin, indi bir-birinə girəcəklər. O necə mübahisə edirdilər, elmi bir məsələ üzərində, həmin anda belə qəlbləri bir idi. İxtilaf harada idi? Fikirdə, ağılda, rəy ixtilafı idi. Bəs salam. Bəli. Ona görə o baxımdan Hüseyn ibn Əli radiyallahu anhunun, yəni Küfə cəmaatına güvənməkləri xəta idi. Ona görə görsən Abdullah ibn Zübeyir, ibn Ömər, Muhammed ibn Hənəfiyyə, Əbu Bakrın övladı və s. Onlar qoymurdular. Mane olmaq istəyirdilər Hüseynin gedməyinə. Və deyirdilər ki, səni o qövüm çağırıb ki, səndən qabaq qardaşın Həsənə, atan Əliyə xəyanət ediblər. Aydındır. Nəhcül Bəlağada Əli Küfə şiyələrini necə vəsf edir? Kişi cildində olub, kişi olmayanlar, böyük kimi görsənib, uşaq ağlında olanlar. Bu cür. Hətta öz kitablarında gəlir ki, imamlardan, Muhammed Baqirdən, Musa el-Kazimdən, Cəfər Sadiqdən və qeyrilərindən deyir, Quranda Allahın münafiqlər barədə endirdiyi ayələrin hər biri özlərinin bizim şiyələrimiz olduğunu iddia edən kəslər barədə də kəsərlidir. Quranda münafiqlər barədə nə ayələr nazil olubsa, bunlara da aiddir. Bu dediyim indi axırıncı, yox. Axırıncı başqa kitablarda gəlir. Kitab-ül Kəfidə, Biharda və qeyri kitablarda. İhticacda gəlir. Tabarsinin. Və bu cür çox misallar var. Hansı ki, Küfə əhlini, Küfə şiyələrini zəmm edən. Elə öz kitablarında. Məsələn, o rəvayətlərin birində deyilir ki, mən deyir, öz şiyələrimi Küfə cəmaatına deyir, bunları imtihan etsəm, 10-undan 9-u mürdət çıxacaq. 90%. Ona görə Hüseyn radiyallahu anhunu bəli, Küfəyə gedməyi və həmçinin bu özü dəlildir ki, Hüseyn məsum deyildi. Bu dəlildir ki, Hüseyn qeybi bilmirdi. Fikir versən. Çünki çox dəhşətdir. Bir tərəfdən oxuyursan, biraz çox belə möhkəm danışıb, mən başım ağrıyır. Bir tərəfdən oxuyursan, o Əlini, Həsəni, Hüseyni, ümumiyyətlə imam dedikləri kəsləri necə vəsf eləyirlər? Quranda Allah barədə nə ayələr ki varid olub, Allah özünü Quranda necə vəsf eləyib? Bütün o vəsfləri, o isimləri hamısını veriblər imamlara. 5 də artığı. وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى. Ən gözəl adlar kimə məxsusdur? Deyiblər ki, o bizik. Əli deyib ki, o bizik.
Əsmaul Hüsnə bizik. Ayədə ki, gəlir, istəyirsiniz ona Rəhman deyib çağırın, istəyirsiniz Allah fərq eləməz. Bütün adlar, deyir, o bizik. Yəni, sən çağıranda bunları çağırırsan. Allahın adları ilə Allaha yönələndə nəticə etibarilə sən deməli imamlarla Allaha yönəlmiş olursan. Bunlarda bir xütbə var, bəyan xütbəsi. Məşhur xütbədir. Həmin xütbədə güya Küfədə olub bu hadisə. Əli radiyallahu anhu bütün o Küfə cəmaatının şiələri falan yığıb məscidə, çıxıb minbərə və başlayıb özünü bəyan eləməyə. Adı da belədir, bəyan xütbəsi, yəni özünü bəyan edib. Və başlayır ki, mənəm əvvəl, mənəm axır, mənəm zahir, mənəm batin, mənəm göyləri yeri xəlq edən, mənəm göyü ucaldan yeri döşəyən, mənəm toxumu cüzərdən, mənəm anaların bətnində uşaqlara şəkil verən. Yəni, Quranda bildiyimiz bütün ayələr. Bütün ayələri başlayır özü barədə. Və məscid düşür çaxnaşmaya ki, Allaha nə qaldı? Və deyir ki, qapılar tez bağlayın. Deyir ki, bu elə bir ağır yükdür ki, son altından çıxa bilməzsiniz. Başa düşürsən? Yəni, bir tərəfdən belə bir vəsf gəlir imamlar barədə. İndi biz hələ müzakirə edirik, imamlar məsum deyə yox. Məsumluq nədir? İmamlar üstündə yoxsan peyğəmbərlər. Bu nədir? Yox, artıq bu müzakirə olunmur. Artıq nə müzakirə olunur? İmam Allahdır ya yox. İmam Allahın bir hissəsidir ya yox. O xristiyanlarda necədir? Ki, ata, oğul, müqəddəs ruh üçlüyü ilə Allah məhfumu yaranıb. Eyni həmin şeydir. Onlar deyirlər ki, 14 məsum ilə Allah məhfumu yaranıb. Və bunu bu yaxınlarda yeri gəlmişkən müzakirəyə qoyublar. Öz aralarında müzakirə ediblər. Tələbələri belə də bilənləri, yəni. Bir müzakirədə olub öz aralarında. Təxmini bir ay falan belə. Sonra necə olubsa müzakirə çıxıb çölə. Müzakirə mövzusu nə olsa yaxşıdır. Əli bəşərdir ya yox. Bu bizdə olur müzakirə. Azərbaycanda. Əli bəşərdir ya yox. Müzakirəyə baxın ha. Müzakirənin nəticəsi yox, bəşər deyil. İmamlar Əli başda olmaqla, hə? Axırda gəlmə. Orada biri etiraz edir, ona da deyirlər ki, sən şiə deyilsən. Əli o çıxardı. Sən şiə deyilsən. Get, tövbə elə, gir şiəliyə, sən başa düşməmsə imamət nədir? Tövbə müvafiq olan. Deyirlər ki, Allahın varlığı ilə birlikdə bunlar da əzəli olublar. Nədə ixtilaf ediblər? İxtilafları görəsən, bunlar da Allahın varlığı ilə birlikdə əzəli olublar. 14 məsum. Allahın varlığı ilə. Bəzilə deyib, hə. Bəzilə deyib, yox. Məxluqdular, necə? Allah belə bu formada deyiblər. Deyiblər ki, məsələn, Allah Azza və Cəllənin adlarından birisinə də Əl-Xaliq, yaradan. Düzdür? İndi biz deyəndə ki, Allah xaliqdir, yaradandır. Yəni, nəyi əhlüsünnə olaraq demirəm. Müsəlman olaraq. Sizə əhlüsünnə olursan, sufi nə olursa olsan, yəni şiə olma, belə deyək. Normal cavab nə olacaq? Allah xaliqdir, yaradandır. Yəni, nəyin yaradanı? Cavab, var olan hər şey. Var olan hər şey yaradan odur, qutardı. Elə deyə yox. Onlardan bir qismi deyib ki, yox. O bizimkilərə aid deyil, tək. Həmçinin bu ərəb şiələri falan, alimləri, yəni mən ümumi ixtilafı deyirəm. Gör, nədə küfürdə ixtilaf edirlər. Düşürsən? Küfürdə ixtilaf ediblər ki, yəni onlar bəziləri belə deyiblər. Deyiblər, Allah xaliqdir, nəyin? İki şeyin. Əli ilə Fatimənin, vəssalam. Allah Azza və Cəllənin varlıq aləmində yaratdıqları bunlardır. Ondan sonra bu kainatda insan, cin, mələk, löh, məhfuz, ərş, kürsü, bildiyin, bilmədiyin, ağlıva gələn, gəlməyən nə varsa hər şeyin xaliqi kimdir? Fatimə ilə Əli. Sadəcə olaraq Allah Azza və Cəllə yaradıb Əli ilə Fatiməni və hər şeyi buraxıb onların öhdəsinə. Hər şey deyəndə o mənada ki, onlar olanda heç nə yox idi və hər şey var eləyən, nizama salan, qədəri təyin edən, ruzunu verən, hər şey. Təsəvvür edirsiniz biz nədən danışırıq? Və bunun da adı İslam dinidir, dırnaq arasında. Müşriklərdən betər. Və sonra da gəlib, məsələn, bu əqidədə olan birisi deyir ki,
məsələn və ya sən bilmədən gəlib bu əqidədə olan biri ilə gedib nəyi söhbət eləyirsən, möhrə səcdə etmək olar, olmaz. Namazda əl bağ heç mənası yoxdur, başa düşdün? Yəni təsəvvür Allah sənə bir 200 il ömür versə, bu qədər küfürlər ki var, heç ömür gəlib möhrə çatmaz. Və ya başqa məsələlərə. Belə. Keçən dəfə tərəflərin canlısında qayıtdım, dedim ki, imam köməyimiz olsun. Bu aya bunlar başlamadı. Nə? Yox, elə dedim həmd olsun imama. O aya təsəvvürlə 6 dənə sələfi mən tək. O aya sən Orxanda dedim, qardaş, mənim Rəbbim imamdır. İlahim imam. Qardaş, yəni siz tohidi, tohid olar. Oxtamısan kəmərli başlayıb. And olsun Allah'a. Mənim Rəbbim olardı, qardaş. Çünki Ola bilmirlər axırlar istəyənlər nədir, nə? Cabir Əl-Zofi deyir ki, İmam Baqir Əleyhisselama, ey ilahım, sənsən mənim Rəbbim. Əhl-i Beyt Allah'tır deyir, Allah'tır deyir. Sizin kimlər səbəb oldu Şiəli Azərbaycanda dağıldı? İmama cavab verəcəksiniz bir-bir. İmamı məzlum günə qoydular, imamı avara günə qoydular. Sizin imam elədiyi zülmü bəni səlifə əhli imamlara eləməyib. İmam Allah'dır, İmam Allah'ın ən gözəl adıdır bu mənadakı. Yəni, Allah'ın özünü işdən çıxardımsınız, siz. Allah çaşılıb durquraqda hər şey verir Əhl-i Beytə. Əhl-i Beyti, keçən bir hədis oxuyurlar. Əhl-i Beyt Allah öz zatını yardı, Əhl-i Beyti oradan nur şəklində çıxartdı, öz zatından ayrı çıxartdı. Bunun gətirdiyi hədisə bax ki. Bu boyda müşriklərə millet dinimizin sütunlarını aradan aparırsınız. Beləsinə bir din yox. Əgər şiəlik budursa Orxan, əfsərlə sizinlə danışmaq istəyirəm. Sən məhzəb salmısan. Mən sənin bildiyin şiələrdən deyiləm, qardaş. Mən belə şiələrdən bəriyəm. İmam gəlib özünün Allahlığını bizə deməyə. Bana fərq oldu. Eləmə xristiyan olardım, o da deyir isə Allah. Bir dəqiqə. İmam Əli sənə görə məxluqdur yoxsa? Xaliqdir. Yox, xaliq demirəm, yəni xaliq demirəm hələ, gördün, girmədim ora. Məxluqdur, məxluq deyil. Məxluq deyil. Məxluq deyil. Yox. Onda iki dənə əzəlim. Yəni bunlar ikisi də Allahın bir parçasıdır yoxsa necə? Siz hansı inanırsınız? Parçası deyil. Allahın buyuruşu şəriətdə iki şeydən sonra sorulmaz. Bir Allahın zatından, bir onun hikmətindən. Onda başa düşdüm. Yəni Allahla bərabər ikinci əzəli varlıq Əhl-i Beyt. İmam Əleyhisselam Allahla biri olduğu müddətcə ayrı olduğu müddətcə birdir. Başa düşdüm. Yəni bu inancdasan ki, Əhl-i Beyt minhussalamla Allah əzəli, qədimdir. Amma bu bunların vəsf elədiyidir. Bu biri tərəfdən də baxırsan ki, subhanallah, yəni tarixi reallıq deyək də, adi Kərbəla hadisəsini götür. Bu dəlildir ki, deməli imam məsum deyil, xəta edə bilər. Bu dəlildir ki, qeybi bilmirdilər onlar. Qeybi bilsəydi getməzdi. Yəni oxuyursan, görürsən ki, Hüseyn allandı da, aydındır. Çünki özü fikir ver, özü birinci o küfədən ki məktublar gəlir, çox saylı məktublar. O məktubları dəqiqləşdirmək üçün qardaşı oğlunu Müslim İbn Əqili göndərir. Sual, Müslim İbn Əqili niyə göndərirdi? Axı, qeybi bilir axı. O bilmirdi ki, onu alladırlar ya yox. O bilmirdi, hardan bilirdi? O da səhkim, bəşər idi. Bu dəlildir ki, bilmirdi. Bilmədiyinə görə də kimi göndərdi? Müslim İbn Əqili ki, gedib dəqiqləşdirsin. Hansı qardaş? Əqilin. Əqilin. Əmsi oğlu. Əmsi oğlu. Və Müslimi öldürürlər Küfədə. Və bunlar da artıq çıxmışdı yola. Ölüm xəbəri sonradan gəlib çatır. Bunlar artıq yolda olanda gəlib çatır. Və Hüseynə Müslimin ölüm xəbəri çatanda o istəyir qayıtsın. Çünki artıq bilir ki, alladıblar. Yəni xəyanət ediblər. Orada bəzi səbəblər olur. O səbəblərdən birisi də Müslimin oğlanları təkid edir ki, gedək axıracan. Ataları öldüyünə görə. Beləcə gedirlər o Kərb-u Bələ deyilən yerdə. Hətta Rafisi kitablarında gəlir ki, Hüseyin soruşur ki, bura haradır? Deyirlər, Kərb-u Bələ. Kərb-u Bələ nədir? Kərb, qəm, qüssə, kədər. Bəla da ki, bəla. Adı budur. Kərbəla ki, deyirlər. Adı budur. Qəm, qüssə, bəla, müsibət. Elə tarixəndə o yerlər elə olur. Və orada öz kitablarında gəlir. Hüseyin radiyallahu anhu deyir ki, Əuzu billah, Allaha sığınıram Kərb-u Bəladan. Bu yerdən Allaha sığınıram. Yəni, Hüseyin bu öz kitablarında gəlir. Hüseyin İbn Əlinin Əuzu billah dediyi yerdir ora. Həmin torpaqlar.
Allaha sığındığı yerdir. Yəni bununla əslində sən nə etməlisən? Yəni məntiqlə, normal insan məntiqi ilə adam düşünəndə sən doğrudan da Hüseyni sevirsənsə, onun o qanının axıdıldığı o torpaq, hansı ki orada başını kəsiblər, sən belə o torpağa nifrət eləməlisən. Belə o sevgidən. Amma bunlar nə ediblər? Eyni nəsranilər kimi. İddia edirlər ki, İsa'nı xaçda asıblar. Bu xaçda asıblar, sən bu xaçı qır. Əz, tulla, sındır. Niyə? Sən Peyğəmbərvi orada zülm ediblər, öldürüblər. Yəni bunların etiqadı ilə deyirəm. Amma sən götürsən o xaçı nə edirsən? Öpüb alnıva qoyursan. Niyə? Sevmirsən İsa'nı. Axı İsa'nı onu öldür. Elə bil ki, Allah qorusun, məsələn, bir övladdır, övladın ana atasını, valideynini hansı bıçaqla vurub öldürüblər. Sən də ömrün boyunca bıçağı saxlayıb alnının üstünə, gözünün üstünə qoyursan. Belə övlad olar, yəni övlada nə deyərlər? Deyərlər ki, bu dəlidir, ya nankordur. Ya normal insan belə eləməz, düzdürmü? Eyni ilə nəsranilər kimi. Bunlar da əksinə nifrət eləməkdən, həmin torpağa səcdə edirlər, öpürlər, bədənlərini sürtürlər, türbə deyib içirlər. Hansı ki o torpaqdan Hüseyn radiyallahu anhu Allaha sığınıb. Əhlüsünnənin mövqeyi bu məsələdə nədir? Məlumdur. Necə İbn Teymiyyə rahmeullah Məcmuəl Fatavada gözəl bir sözü var. Və əhlüsünnə əqidəsi budur bu məsələdə. Deyir ki, kim Hüseynin ölümünə əmr veribsə, onun ölümündə yardımcı olubsa və onun ölümünə sevinibsə, Allahın, mələklərin və qiyamətə qədər lənət edə bilən bütün insanların lənəti onun üzərinə olsun. Kimin? Kim Hüseyni öldürübsə, təkbir kifayət deyil. Kim öldürübsə, kim ölümünə əmr veribsə, kim ölümünə yardım edibsə və kim ölümünə sevinibsə, Allahın, mələklərin və bütün insanların lənəti qiyamətəcən onların üzərinə olsun. Hər 4 qrupun üzərinə. Əmr verənin, öldürənin, yardım edənin və sevinənin. Əlisdə bir işgəl yoxdur yəni bu məsələdə. Aydındır. Hər bir halda bura küfə əhli də girir, hamısı yəni kim olur olsun. Yəni baxın bir şey deyim. Kərbalada əsas o cənfəşanlıq edənlər ki var idi Hüseynin ölümündə. O Şimr ibn Zülcövşəndir, sonra Ömər ibn Saaddır və qeyriləri. Onlar bilirsiniz kimləri idi? Bilirsiniz kimləri idi onlar? Onlar Cəməl Sıffeyn müharibəsində əlinin dəstəsində idilər. Şiənin Rical kitablarında gəlir. Bəli, bəli. Bunlar Cəməl Sıffeyn müharibəsində əlinin qoşununda olublar. Başa düşdü, yəni əlinin şiələri olub. Cəməl Sıffeyn müharibəsində əlinin qoşununda olublar bunlar. Baxın, bunların gedin şiə Rical kitablarında özləri yazırlar ki, Cəməldə Sıffeyndə əlinin yanında idilər. Yəni, Cəməl Sıffeyn müharibəsində əli ilə çiyin-çiyinə vuruşan 15 ildən sonra oğlunun başını kəsirlər. Və sonra da gəlirsən, Hüseynin qatilini axtarırsan. Qatillər elə bunlar idi. O kəslər idi ki, çiyin-çiyinə Əli radiyallahu anhu ilə birlikdə Cəməldə Sıffeyndə vuruşurdular. Küfə əhli yəni bildiyimiz. Aydındır. Bütün fitnələrin başı.